Əgər sualınız olarsa, buyurub yəni sualınızı ünvanlaya bilərsiniz. Mən də gətirsəm ki, sualınızı verin və ya buyurun elə mən başlamışdım. Buyurun verin sualınızı. Yox, müəllimə, sualım elə dərsdir. Yeni mövzumuz nə olacaq odur. Yeni mövzumuz metodikadır bu günləri. Hansı ki, burada inkişaf sahələridir. Yəni əsas standartlar və alt standartlar. Alt standartlardan da yəni sizə mən bugün verəcəm alt standartlardan fiziki inkişafın alt standartlarını öyrənməyə. Əsas sözlərini Ən asan gələn mövzudur bu. O qədər çətin gəlir. Bu yaşa görə tapmaq o qədər mənə qəliz gəlir. Aha. İzahını verəcəm sizə, aydın olacaq. Ümumiyyətlə, hər bir məktəbə qədər təhsil proqramı kurikulum, yəni hansı ki, məzmun standartları şəklində ifadə olunmuşdur. Yəni, hər bir məzmun standartıdır uşağın bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Və burada dövlət tələbi də uşaqlarda hansı ki, ümumi təlim nəticələrini reallaşdırır. Və əsas standartlar var ki, əsas standartlarda bütün yaş qrupları üçün əsasən dəyişməzdir. Alt standartlar isə hər yaş qrupuna uyğun olaraq dəyişir. Bu nə deməkdir? Tutaq ki, əsas standart nədir? Tutaq ki, fiziki inkişafın əsas standartı olsun 1. Yəni bu, hər yaş qrupları üzrə əsasən dəyişməzdir. Amma alt standart isə misal üçün 3, 2, 1 və yaxud ümumiyyətlə yaş qrupları artdıqca dəyişir. Tutaq ki, birinci qruplarda başqa cür idi, yəni saddə idi, orta qrupda biraz çətinləşir, böyük qrupda isə daha da mürəkkəbləşir. Yəni bu baxımdan alt standartlar hər yaş qrupuna uyğun olaraq yəni dəyişir və çətinləşir. Yəni əsasən hər yaş qrupuna uyğun olaraq alt standartlar inkişaf dinamikası üzrə tədricən dedik ki, mürəkkəbləşir və hər bir standartda bilik və fəaliyyətdən ibarətdir. İnkişaf sahəsi ana xəttdir, leitmotivdir, dəyişməz. Yəni inkişaf sahəsi hansıdır? Tutaq ki, bizim 4 inkişaf sahəmiz var ki, yəni idrak, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrakin inkişafı, estetik və yaradıcı inkişaf və sosial-emosional inkişaf. Yəni bu inkişaf sahələri də ana xəttdir, leitmotivdir və dəyişməzdir. Yəni bir bünövrədir. 1-6 yaş, yəni eyni inkişaf sahəsi üzrə səciyyəli. Yəni tutaq ki, 1 yaşında da olsun, orta qrupda olsun, böyük qrupda olsun, bunların inkişaf sahəsi eynidir. Yəni inkişaf sahəsi dəyişmir. Yəni əgər birinci yerdə, baxın, tutaq ki, 1.1.1 standartında birinci yerdə mövqe tutan rəqəmlər inkişaf sahəsinin, yəni məzmun xəttini göstərir. İkinci isə əsas standartdır. Bu isə ikinci rəqəm əsas standartdır. Üçüncü rəqəm isə alt standartı göstərir. Yəni, alt standartın funksiyası isə burada əsasən məqsədimizin dəqiqliyi, ümumi təlim nəticəsi olmasıdır. Burada iş üsulu, iş formasıdır, strategiyamızın düzgünlüyüdür. Təlimdə inteqrativliyin olması, yəni əlaqələndirmə varsa alt standarta aiddir. İnteqrativlik isə bütöv, tam, bölünməz deməkdir. Ümumiyyətlə, biz bilirik ki, hansı ki, bu şaquli-fik inteqrasiyasını sizə sonda izahını verəcəm. Yəni, bunu inkişaf sahələrinə qatıb qarışdırmayaq. Hansı ki, yəni, məqsəd SMART abreviaturası əsasında qurulmalıdır. Yəni, məqsəd dəqiq olmalıdır. S nədir? Məqsədin S-sı spesifik olmalıdır, dəqiq olmalıdır, aydın formada ifadə olunmalıdır. M, measurable, yəni ölçülə bilən, qiymətləndirilə bilən olmalıdır. Achievable, əldə oluna bilən, nə asan da ola bilir, nə çətin də asan da olsun. Realistik isə əldə olunan yəni resurslardır, realistik olmalıdır, real olmalıdır. Time isə vaxt müddətinin nəzərə alınması, yəni time, vaxt, zamandır. Sonra gəlir bizim ümumiyyətlə inkişaf sahəsi hansılar idi? Birinci gəlir fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, ikinci idrakin inkişafı, üçüncü isə estetik və yaradıcı inkişaf. Yeganə inkişaf sahəsidir ki, estetik və yaradıcı inkişaf. Onun 2 əsas standartı vardır. Digərlərinin isə hamısının 3 əsas standartı var. Yəni, sosial-emosional inkişafının 4 əsas standartı var. Yəni, daha doğrusu hamısının 3 əsas standartı var, bir də estetik və yaradıcı inkişafının isə 2 əsas standartı vardır. Baxın,
Birinci inkişaf sahəmiz gəlir fiziki inkişaf sağlamlıq və təhlükəsizlik, fiziki hərəkətləri yerinə yetirir. Birinci körpələr qrupu, ümumiyyətlə, birinci, ikinci körpələr qrupunda gedir hərəkətlərinin inkişafı. Orta qrupda olur fiziki mədəniyyət məşğələsi. Çünki birinci, ikinci körpələrdə uşaqlar hələ körpədirlər, yəni burada olur hərəkətlərin inkişafı. Yəni açar sözlərini qeyd edirəm, diqqətlə qulaq asın. Baxın, burada 3-4 metr məsafəyə qaçır. Maneələrdən yan keçir birinci körpələrdir. Yerişdən qaçışa, qaçışdan yerişə keçmək ikinci körpələrdir. Gimnastik skamya varsa orta qrupdur. Gimnastik nərdivan varsa böyük qrupdur. Gimnastik nərdivana pillə-pillə dırmanma varsa, dəqiqə, gimnastik nərdivana baxın, pillə-pillə dırmanma varsa, qum kisəciyi varsa, topu hədəfə atmaq varsa, elastiklik, sürət güc varsa, sədd üzərində varsa, bu olur artıq məktəbə hazırlıq qrupu. Yəni, gimnastik skamya orta qrupdur, gimnastik nərdivan böyük qrup, gimnastik nərdivana pillə-pillə dırmanmaq isə olur məktəbə hazırlıq qrupu. Sonra gəlir 1.2, birinci körpələrdə böyüklərin köməyi ilə plekanla qalxır və düşür. Plekanla varsa, böyüklərin köməyi varsa birinci körpələr, ikinci körpələrdə yerində atılıb düşür, ayaqları bir yerdə irəlidə olur. Ayaqları bir yerdə varsa ikinci körpələrdir. Dediyim kimi, gimnastik skamya varsa orta qrupdur. Baxın müəllimələr, sağ və sol ayaq üzərində varsa, sağ və sol ikisi bir yerdə olursa, bu olur böyük qrup. Müxtəlif istiqamətlərə və ip üzərində varsa, əgər ip sözü görürsünüzsə, bu da olur məktəbə hazırlıq qrupu. 1.1.3-də topu döşəmə üzərində deyirlədir birinci körpələr. Yəni, körpədir, hələ ki topu döşəmə üzərində deyirlədir. Yəni, top varsa 1.1.3-ün alt standartıdır. Yəni, döşəmə üzərində deyirlədirsə birinci körpələrdir. Topu ayağı ilə vurursa ikinci körpələr, topu başı üzərindən atır və yerdən qalxan topu tutursa, yəni ayağı ilə vurursa ikinci körpələrdir, başı ilə vurursa, tutursa orta qrupdur. Topu kürəciyi müxtəlif üsullarla atıb tutursa böyük qrup, hədəfə atırsa bu olur artıq məktəbə hazırlıq qrupu. Sonra 1.1.4 bu artıq inteqrasiya xarakterlidir. Yəni burada təyinatına görə istifadə edir. İkinci körpələrdə atıb tutmaq kimi hərəkətləri sadə tərzdə yerinə yetirir. Orta qrupda koordinasiya var. Böyük qrupda isə yəni hissələrə ayırır, birləşdirir böyük qrupdur. Məktəbə hazırlıq qrupunda isə burada artıq kontur üzrə kəsir, yapışdırır, quraşdırır, düzdür. Bu da aiddir məktəbə hazırlıq qrupuna. Sonra gəlir 1.2, hansı ki masa arxasında davranışın ümumi qaydalara əsasən tənzimləri və gigiyena qaydasına əməl edir. Bunun isə 1.2.1, yəni alt standartı. Ümumiyyətlə, sizə bir açar sözlər deyəcəm. Hansı ki, burada, yəni, bu olur gigiyena qaydası. Baxın, bu olur gigiyena. Gigiyena. İndi deyəcəm niyə görə. Baxın, birinci körpələrdə daraq dəsmal tandırını nümayiş etdirir. İkinci körpələrdə burun dəsmalından istifadə edirsə ikinci körpələrdir. Orta qrupdan isə artıq sabundan istifadə edir. Böyük qrupda, baxın, yeməkdən əvvəl əllərini yuması, sonra ağzını yaxalaması, yəni artıq böyük qrupda asqırıb öskürərkən üzünü çevirməsi, bu aiddir böyük qrupa. Məktəbə hazırlıq qrupunda isə artıq hansı ki, öz şəxsi əşyalarından daraq burun dəsmalı və safətdən istifadə etməsi, bunlar aiddir artıq məktəbə hazırlıq qrupuna. Sonra birinci körpələrdə, bir də onu bildirim ki, baxın, burada şəxsi gigiyenada sabun orta qrupdur. Amma özünə xidmət əməyində sabun isə burada artıq birinci körpələrə aiddir. İndi onu da deyəcəm niyə. 1.2.2-də birinci körpədə qaşıq və fincan varsa birinci körpələrdir. Yemək dəstindən müstəqil istifadə varsa ikinci körpələrdir. Salfet varsa orta qrupdur. Baxın, qaşıq salfet varsa orta qrupdur. Çəngəl varsa böyük qrupdur. Süfrə mədəniyyəti varsa məktəbə hazırlıq qrupudur.
1.2.3 böyüklərin nəzarəti altında əllərini sabunla yuyur. Baxın, bu olur özünə xidmət əməyi. Özünə xidmət əməyi. Baxın, görürsünüz ki, şəxsi gigiyenada sabun orta qrupdur. Amma özünə xidmətdə isə sabun birinci körpələrə aiddir. Çünki şəxsi gigiyenada uşaq özü istifadə elədiyi üçün, yəni bu şəxsi gigiyenadadır ki, yəni uşağın özü istifadə etməlidir. Yəni bu da orta qrupdan uşaq, yəni orta qrupdan sabun verilir. Yəni körpələr qrupundan uşağa sabun verilə bilməz. Niyə görə? Çünki birinci körpələrdə uşaq yəni sabunu ağzına apara bilər, burnuna apara bilər. Ona görə də şəxsi gigiyenada sabun orta qrupdur. Amma özünə xidmətdə isə sabun birinci körpələrdir. Yəni burada artıq böyüklər nəzarəti altında olduğu üçün özünə xidmətdə birinci körpələrə aid olur. Ümumiyyətlə, ümid edirəm ki, bunun izahı aydın oldu. Sonra ikinci körpələrdə artıq burada əllərini sabunla yuyur, salfetdən və burun dəsmalından sərbəst istifadə edir. İkinci körpələrdir. Əllərini özü yuyur, soyunur, geyinir. Yəni ayaqqabısının bağını açıb bağlayırsa, düymələyirsə, bu olur artıq orta qrup. Böyük qrupda isə artıq burada yatağını səliqəyə salır, dolabını yığırsa bu olur böyük qrup. Məktəbə hazırlıq qrupunda isə artıq uşaq xarici görkəmində olan səliqəsizliyi aşkar edib, yəni aradan qaldırır. Bu da olur məktəbə hazırlıq qrupu. Sonra gəlir 1.3 təhlükəsizlik qaydalarına əməl edir. 1.3.1-də birinci körpələrdə böyüklərin xəbərdarlığına adekvat reaksiya verir. Yəni bu necədir? Tutaq ki, deyirəm ki, adekvat reaksiyada orada tok var. Yəni uşaq reaksiya verir. İkinci körpələrdə hansı ki burada həyatına təhlükə yarada biləcək əşyaları sadalayır. Yəni bıçaqdır, çəngəldir, mismardır, bunlar sadalayır. Orta qrupda burada artıq əşyaları əlamətlərinə görə fərqləndirir. Yəni mayedir, itidir, deşicidir, sivridir, yəni kəsicidir. Yəni bunlar artıq uşaq fərqləndirir. Böyük qrupda isə artıq burada yəni təhlükəsizlik davranmaq bacarıqlarını nümayiş edir. Yəni uşaq artıq bıçağı gətirəndə baş aşağı tutur. Yəni bu bacarağı nümayiş etdirir. Məktəb hazırlıq qrupunda isə artıq burada yəni təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını izah edir. Yəni əlimizə tutaq ki, bıçaqla kəssək nə edəcək? Yəni ilk yəni bununla necə davranacaq? Yəni bunlar haqqında yəni uşaqlar artıq bunu izah edirlər. İzah edibarsa bu da olur artıq məktəbə hazırlıq qrupu. Sonra 1.3.2-də isə birinci körpələrdə qaynar əşyalara sobaya əl vurmamaq əməl edir. Tutaq ki, bu nə deməkdir? Yəni deyirəm ki, cız, əl vurma, istidir. Yəni tez əlini qaçırdır. İkinci körpələrdə təhlükəli situasiyalarda ehtiyatlıq nümayiş etdirir. Yəni istidir, əlini vurur, çəkir. Yəni yoxlayır, ehtiyatlıq nümayiş etdirir. Orta qrupda isə tanış olmayan adamlarda ehtiyatlı davranma, yol hərəkəti qaydalarını bildiyini nümayiş etdirir. Yəni bu olur orta qrup. Böyük qrupda isə yəni böyüklər nəzarəti olmadan dərman qəbul etməmək, yol hərəkəti qaydalarına riayət etmək, kimyəvi maddələrdən ehtiyatlı davranmaq, fəlakət, yanğın, zəlzələ olur artıq bu böyük qrup. Məktəbə hazırlıq qrupunda isə artıq burada baxın, yanğınlar, zəlzələlər, daşqınlar, sel, sürüşmə, yol hərəkəti zamanı situasiyaya uyğun müvafiq davranmaqdır. Təcili yardım, yanğın söndürən, polisə çalışlar etmək. Yəni bunlar hamısı varsa, bu aiddir məktəbə hazırlıq qrupuna. Yəni müəllimlər, mən sizə sırf verirəm fiziki inkişafın alt standartlarını öyrənməyə. Niyə görə? Yəni mən sizə necə açar sözlərinin əsaslarını qeyd elədim. Mən də sizə sual verəcəm ki, tutaq ki, gimnastik skamya hansı yaş qrupudur? Siz də mənə tutaq ki, deyəcəksiniz orta qrup. Yəni mən sizə belə sual cavab edərək həm sizin yaddaşınızda qalacaq, həm də ki, yəni artıq onu öyrənmiş olacaqsınız. Yəni üstünə ümumiyyətlə mən heç bir dərsimdə fiziki inkişafın alt standartlarının üstündən keçmirəm. İdrakdir, estetikdir, sosialdır. Onları yəni verirəm öyrənməyə, amma testlərini işləyirəm. Yəni fizikin, daha doğrusu idrakin, estetik, sosialı mən sual cavab etmirəm. Aydın oldu? Müəllimə, nəyə görə etmirsiniz? Niyə görə etmirəm? Ona görə etmirəm ki, çünki testlərdə
Sırf fiziki inkişafdan düşür sual. Yəni mənim testlərimdən də əlavə öz testlərimi qırağa qoyuram. Yəni qəbul olsun, sertifikasiya olsun. İdrakdan sual düşmür. Sırf düşür fiziki inkişafdan. Ona Hə, aydındır müəllim, aydındır. Çox sağ ol. Aha, siz sağ olun. İmtahanda onda idraki aid sual düşməyəcək, müəllimə, Yox. Gülgəz müəllimə. Baxın müəllimə, idraki aid sual başqa bir tipdə verilə bilər. Amma sırf standartlar düşür fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdən. Əməyin növləri oyunlardan düşmür müəllimə.